Bismillah. Bugünkü mövzumuz Allahın izni ilə bu başlıq altındadır. Orucun mərtəbələri. Müslim alimlər orucun 3 mərtəbəsi olduğunu bildiriblər. Bu 3 mərtəbə bunlardır. 1. Sübhdən axşama qədər, sübh namazının azanından, məğrib namazının azanına qədər qidalardan və cinsi istəklərdən uzaq duraraq tutulan oruc. Bu oruc şərtləri yerinə yetirildikdə doğru qəbul edilir. 2. Birinci maddədəkilərlə yanaşı, qulaq, göz, dil, əl, ayaq və digər orqanları günahlardan uzaqlaşdıraraq tutulan oruc. 3. mərtəbə, birinci və ikinci maddələrlə birlikdə könlündə Allahdan başqasına yer verməmək, ürəyini, qəlbini Allahdan başqası ilə məşğul etməmək şəklində tutulan oruc. Ən yüksək səviyyəli oruc budur. Könlündə Allahdan başqasına yer verməmək, ürəyini, qəlbini Allahdan başqası ilə məşğul etməmək və bu şəkildə tutulan oruc. Ən yüksək səviyyəli oruc budur. Peyğəmbərlərin tutduqları oruclar bu üçüncü qisim, üçüncü mərtəbə oruca aiddir. Oruç tutan əvvəlcə halal yeyib içməkdən, cinsi arzularından müəyyən bir müddət uzaq dayanaraq iradəsini cilovlamağı öyrənir. Bu iradə ilə orqanlarını hər cür pislikdən uzaqlaşdırır. Nəhayət, ürəyini də, qəlbini də pis hisslərdən təmizləyərək çox uca bir mərtəbəyə yetişir. Fani ehtiraslardan kənarlaşaraq qulluğun zirvəsinə çatır və Allah Azza və Cəlləyə yaxınlaşır. Rəbbim hər bir muslimi müvəffəq etsin. Allahumma amin. Subhanaka Allahumma və bihamdik. Əşhədu an la ilahə illə ənt. Əstəğfiruka və atubu ileyk.